bir dərdini danışırsan və cavab olaraq eşitdiyinsə bu olur ki, sən çox nankorsan, əslində səndən pisləri də var və s. Bu cümlələr isə əslində bizim üçün çox zərərli cümlələrdir. İndi isə gəlin bunun səbəbini sizə açıqlayım. İnsan acısını, problemini paylaşanda məqsədi burada şükür dərsi almaq deyil. Əsas məqsəd yaşadığı hissin görülməsi və qəbul edilməsidir. Səndən pisləri də var demək əslində bu mesajı ötürür ki, sənin ağrın yetərincə önəmli deyil, hiss etdiklərin yanlışdır, sus və döz. Bu isə qarşı tərəfdə bu hisslərin yaranmasına səbəb ola bilər. Günahkarlıq, utanc, duyğularını boğmaq və zamanla emosional tənhalıq. Yəni, başqasının daha pis vəziyyətdə olması sənin ağrını yox eləmir və ağrı müqayisə ilə ölçülmür. Məncə, bir insanın ehtiyacı olan tək şey hisslərinin etibarlı bir yerdə qalmasıdır. Çünki empatiya susturmaz, dinləyər.